28 fevral 2026-cı ildə başlayan birgə əməliyyatlardan sonra İran, ABŞ və İsrailə məxsus neçə hava ünsürünü məhv eləyə bilib. Təqdim elədiyimiz araşdırmada məlumatlar həm İran rəsmi mənbələrindən, həm də beynəlxalq media və hərbi analitiklərdən toplanıb. Rəqəmlər hər iki tərəfdən mübahisəlidir. Bəs İran bu müasir təyyarələri nə ilə vurur? İranın hava hücumundan müdafiə sistemləri illərdir eşelonlaşmış variantda qurulub. Əsas sistemlər isə bunlardır. Bavar 373, yerli istehsal olan uzun mənzilli hava hücumundan müdafiə sistemi. Vura bildiyi məsafə 200-300 kilometrdir. Təyyarələri, qanadlı raketləri və yüksək hündürlükdə uçan puaları vurmaq üçün nəzərdə tutulub. İran onu Rusiyanın S-300-ünün daha güclü analoqu hesab eləyir. Son iddialara görə F-15Y və F-35 tipli təyyarələri məhz bu sistem və ya Səyyad 4B raketləri vurub. Xordad 15 və Sevom Xordad orta mənzilli mobil sistemlər. Bir neçə hədəfi eyni vaxtda izləyir, aşağı radar imzalı obyektləri aşkar eləyir. Digər sistemlər S-300PM-U2, Talaş ailəsi, yeni yerli komplekslər və Manpats daşına bilən zenit raket kompleksləri. İran rəsmiləri onlarla hava hədəfini, o cümlədən AVAX, havadan erkən xəbərdarlıq və idarəetmə təyinatlı təyyarəsini, həmçinin tanker təyyarələrini məhv elədiyini açıqlayıb. İran həmçinin ballistik raketlər və pualarla Körfəzdəki ABŞ bazalarında yerləşən tanker təyyarələrini məhv elədiyini açıqlayıb. Müharibənin təxminən 5-6 həftəsində İran rəsmi iddialarına görə aşağıdakı hava ünsürləri məhv edilib. 160-dan çox ABŞ və İsrailə məxsus PUA, əsasən MQ-9 Reaper və Hermes 900 tipli PUAlar. 2 ədəd ABŞ istehsalı F-15Y Streak Eagle döyüş təyyarəsi, F-35 Lightning II Stealth təyyarəsi. İran bir neçə dəfə F-35-in vurulduğunu və ya zədələndiyini iddia eləyir. Bəzi iddialarda pilotun taleyi qeyri-müəyyən qalır, digərlərində isə təyyarənin partlayaraq düşdüyü bildirilir. 2 ədəd C-130 Herkules hərbi nəqliyyat təyyarəsi, 1 ədəd A-10 Thunderbolt tipli hücum təyyarəsi, AVAX tipli radar təyyarəsi. İranın ballistik raket və dron zərbəsi ilə Səudiyyə Ərəbistanındakı Prince Sultan hava bazasında yerləşən ABŞ-ın Y-3 Sentry AVAX təyyarəsini məhv elədiyi bildirilir. Bu, ABŞ-ın hava nəzarət və erkən xəbərdarlıq qabiliyyətinə ciddi zərbə kimi qiymətləndirilir. Bir neçə AVAX-ın zədələnməsi də iddia olunur. Bir neçə KC-139 tanker təyyarəsinin vurulduğu və ya zədələndiyi bildirilir. Bunlardan bəziləri Səudiyyə Ərəbistanındakı bazaya endirilən zərbələrdə, digərləri isə digər əməliyyatlar zamanı məhv edilib. İran bu itkiləri düşmənin hava əməliyyatlarını zəiflədən zərbə kimi təqdim eləyir. 2 ədəd UH-60 Black Hawk hərbi nəqliyyat döyüş helikopteri. Ümumilikdə 160-dan çox PUA, bir neçə döyüş təyyarəsi, AVAX radar təyyarəsi, 5 və ya 6 tanker təyyarəsi, 2 nəqliyyat təyyarəsi və ən azı 2 helikopter. İran rəsmiləri bunları yerli texnologiyanın qələbəsi kimi təqdim eləyir və Bavar 373, Xordad 15 kimi sistemləri, həmçinin ballistik raket zərbələrini ön plana çıxardır. ABŞ və İsrail tərəfi itkiləri minimal adlandırır. Bir çox İran iddialarını şişirdilmiş və ya yalan hesab eləyir. Məsələn, F-35 və AVAX itkiləri barədə bəzi hallarda zədələnmə təsdiqlənir, amma məhv təksib olunur. Tanker itkiləri barədə isə ABŞ bəzən texniki səbəblər və ya qəza deyə qeyd eləyir. PUA itkiləri isə ABŞ tərəfindən daha aşağı rəqəmlərlə qəbul olunur. Həmçinin nəzər yetirsək görərik ki, bu ABŞ-ın 23 ildən sonra ilk aviasiya itkiləridir. Hər iki tərəf öz itkilərini minimuma endirməyə çalışır, amma fakt budur. İran səması hələ də tam nəzarət altında deyil və hava müharibəsi davam eləyir. Bu araşdırma yalnız açıq mənbələrə əsaslanır, əməliyyatlarsa davam eləyir. Hərbi jurnalist Mirzə Altay, xüsusi olaraq Medialog üçün.